asırır da mən. Məncə mənim mizahım daha yaxşıdır, çünki həmişə güldürən tərəf mən oluram. Məncə Ləmanın mizah anlayışı daha yaxşıdır. Məncə Xumar daha çox overthink eləyir. Məncə mən daha overthink bir insanam, nəinki Ləman. Məncə sosial ankastre məndən qorxur, ona görə Xumar daha çox utancaqdır. Mən daha utancaq bir insanam. Arada mənim sosial anksiyetələrim tuta bilir. Ləman da sıfırdır, yəni. Sıfır sosial anksiyete. Məncə ikimiz də həssas birik, amma Xumar daha çox həssasdır. Yəni mən ən azından dobralığımı ortaya qoya bilirəm. Mən daha həssas bir insanam məncə. Ləman o qədər həssas olduğunu düşünmürəm. Ləman məncə həssas deyil. Məncə Xumar daha çox kaprizlidir. Çünki həmişə onun şəkillərini, videolarını falan çəkəndə deyir, ay yox gözlə belə durum, belə çək, belə çək, elə çək. Mən daha kaprizli bir insanam. Çünki bəzən olur ki, şəkil falan çəkdirəndə şəkilləri bəyənməyə bilirəm. Məncə heç birimiz romantikadan başımız çıxmır. İkimiz də odun qızlarıq. Bizdə romantika yox, romantikadır. Məncə biz ikimiz də romantik bir insan deyilik. İkimiz də odunuq məncə. Başqa sözə ehtiyac yoxdur. İkimiz də məsuliyyətliyik, heç vaxt görüşə gecikmirik və ən gözəl özəlliyimizdir. Məncə biz ikimiz də məsuliyyətliyik. Görüşəndə falan tam vaxtında, ola bilər ki, bəzən 5 dəqiqə, 6 dəqiqə gecikmə ola bilər, amma ikimiz də tam məsuliyyətli insanlarıq. Necə oldu Xumar? Səncə tapa bildik ikimiz də? Məncə bir-birimizi yaxşı tanıyırıq. Əslində olanı.